Her birimizin sevdiği bir aparıcı var. Bəli. Şiirlərini dinlədiyimiz zaman valih olduğumuz səsi, yəni şiir demək üçün bir səs lazımdır da təbii ki. İşi, peşəsi, bugün doğum günüdür. Bizim dəyərli dostumuz Fuad Mirməmmədin. Mirəhməd olsunlar. Mirməmməd, Mirəhməd. Əsas odur Fuadın bugün doğum günüdür. 40 illik yubileyinin 20 ilini sənətinə həsr etmiş bizim dəyərli dostumuz. Fuad, gəl. Qarşısında əyləşən bütün Azərbaycan tamaşaçılarını və məni sevən bütün pərəstişkarlarımı hamısını salamlayıram. Ələxsus da mənim canım ciyərim Səidə Dadaşova, illərimizin sənətkarı. Həm mənim sənət yoldaşımdır, həm də qohumum da eyni zamanda Atəm Həsəndir. Salamlayıram, gözəl qardaşımı salamlayıram. Mihriban xanım, baxmayaraq ki bizim tələbəlik illərimiz bir yerdə keçib. Yox, tələbəlik deməyək də, sənin 40 illik ömür yubileyini mən səndən 5 bayram balacayım. Bilirəm də, yəni mən bitirəndən sonra siz daxil olmuşsunuz. Mən bugün həqiqətən sənə sonsuz dərin təşəkkür. Sən deyirəm ki, qoy səmimiliyi kənara qoyuram. İstəyirəm ki, rəsmiliyi daha doğrusu. Sabahlarda da sürpriz bir açıqlamamız da ola bilər. Artıq bununla ikinci ildir ki, Dünya Televiziyasında mən doğum günümü qeyd edirəm. Keçən ildə olmuşdu burada. Yenə də sən olmuşdun. Mən rəhbərliyi başda olmaqla bütün komandaya dərin təşəkkürümü bildirirəm. Məni sevən hər bir kəsi inşallah bilirlər də sabah gözləyirəm Allahın izni ilə. Çox möhtəşəm bir gecə olacaq. Təntənəli şəkildə qeyd edəcəyik. Demək, Xəlil Rza Ulutürkün çox gözəl bir şeiri var. Onu elə istəyirik ki, bax, bu bizim qrupumuzun müşayiəti ilə belə səsləndirəsəm. Dahi şairimiz Xəlil Rza Ulutürk bir məclisə gedir. Bu məclisdə Xəlilin doğum günü olur, onu yaddan çıxardırlar. Hər bir şeyin sağlığına içirlər, o boyda nəhəng sənətkar yaddan çıxır. Və mən bugün Xəlil ruhu məni bağışlasın, o şeiri özümə həsr eləmişəm, söyləyəcəm. Bizə dinləyəcəyik. Sizlər üçün. Amma bugün məclisim var deyə aramızdan tez ayrılacaqsan ki, həm də sabahın hazırlıqları var, o qədər qonaqlarım var. Bu mikrofonu alırıq, səni baş-başa bıraxırıq şeirlə. Bir məclisdə unuduldum. Bir məclisdə unuduldum. Mehşdilər hər gələnin sağlığına, hər gedənin sağlığına. Yaxasına qonduğumuz mavi gölün sağlığına, meh gətirən şux gözəlin sağlığına. Unuduldum. Nə tutuldum, nə pərt oldum. Pıçıldadım öz-özümə, Fuad sənin sağlığına. Dörd ümmanı qucaqlayan saçlarının sağlığına. Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox. Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox. Ayağın yer kürəsində, əlin çatır aya, Marsa, cahanda 5 oğul varsa, biri sənsən, əziz dostum. Döyüşkənmi deyim sənə? Sən döyüşlər paytaxtısan. 40 illik döyüşündə bir əsrlik yol keçdin sən. Sarsılmadın, heç bir zaman qoltuqlara qısılmadın. Şah yeridin öz yolunla, düz yolunla. Mən heyranam sənin qaya dözümünə, dağlığına, dodağıma sıxa-sıxa piyaləni, ötərəm bu şəlaləni. Elim, günüm, səsim, ünün, bu qənd şəkər piyaləni. Vurdum sənin sağlığına, öz sağlığın bəhanədir. Xəlil, sənin sağlığına. Teşekkür ederim. Teşekkür edirəm. Çox sağ olun. Vallahi bilmirəm nə deyim. Bu da şirin şəkər, bal kimi tort armağan eləmişəm sizlərə. Artıq öyrəşmişik hər il sənin tortunu. Belə çayla, hər zamanda zövqlə hazırladırsan. Çox gözəldir. Teşekkür edirik. Efirdən sonra Səidə
Bunu bir çayla içərik də. Bəli. Reklam arasında. Aynı Bax əlbəttə. görsən bu göz dəyməklər olmalıdır da. Bu Həyatı- mütləq şəkildədir ki, yəni olmasa olmaz. Təşəkkür edirik. Həyatın da belə şipşirin olsun. Amin. Bir tatlı yiyelim, tatlı konuşalım. Biz Səidə, mərdimazlardan uzağız. sənin olduğun yerdə nədənsə tatlı konuşmurlar, bilmirəm niyə. O artıq onların problemidir. Aha. Onlar böyük Sənin kimi şirin onlar şəkər dərd bir yaşayırlar, xanıma. dərd içindədirlər. Mən arzulayıram ki, biraz relaks, biraz özlərinin içində o iç dünyasını biraz necə deyirlər, ruhlarını biraz Sakitləşdirməyə bacarsınlar. sakitləşdirsinlər, aydınlatsınlar. Onun üçün nə etmək lazım? Efirdən öncə Onun bir üçün musiqi insanın geri qoşmuşdun. içi gözəl olmalıdır. O musiqini o insanlara niyə bir tövsiyə eləmirsən? Bəlkə sakitləşələr. Sən Ha, mən fikir- bax bir dedim, elə bir mahnılar var, hər kəsin bir megahertz, beynində bir megahertz musiqisi vardı ki, o onun sakitləşdirici bir relaks musiqidir ki, meditasyon. Bu meditasyonları dinləsəz, vallah bu içinizdə olan kin, küdürət, bir insana, balam, bəzən paxıllıq eləyirsinizsə, bunu içinizdə çəkilir. O qədər artıq bunu edirlərsə, gizlədə bilmirlər, artıq bunu aşıb daşır xəmir Büruzə verməlidirlər. Büruzə verirlər. Amma vallah iç dünyavız gözəl olsa, o sizin üzünüzdə də yansıyacaq. O sizin həyatınızda da o gözəllik yansıyacaq. Doğrudur. Mənə bəzən deyirlər ki, sən elə bir xaladenikdə saxlayıblar, sən qocalmırsan qız. Maşallah Deyirəm, olsun. niyə? Çünki- Maşallah, maşallah. Ben bir şey qeyd edə bilərəm, sözünüzü kəsmirəm. Valla burada efir xatirinə söyləmirəm, burada olduğuma görə demirəm. Səidə xanımın illərin dostluğu da həqiqətən sözün əsl mənasında. Bilirsiniz Səidə xanım nədən irəli gəlir? Sizin o ürəyiniz o qədər gözəldir ki, doğrudan sizin çox təmiz ürəyiniz var. Bu show biznesdə Əlbəttə. belə bir şey yoxdur. Saf, nə desən inanacaq, nə desən hamıya güvənəcək, sığınacaq. O gözəlliyi də onun üzünə vurur. Yox, Allah sizə can sağlığı versin. əksər Səidə Ürəyim xanım sizlə. dedi ki, mən bu həyatda hər kəsdən ehtiyat edirəm. Artıq. Yox, artıq eləyir, amma əvvəllər yox. Bəli. Çünki məcburam. İnsanlar bunu özləri mənə bunu yansıdırlar ki, belə ol. Yaşadıqlar Bəli, deyə. yaşadıklarımın Bəli. içində artıq özümə bir özümə bariyer qurmuşam. Özümə olan yoxlar Sərhəd var ki, çəkmisən. sərhəd çəkmişəm ki, yox, olmaz. Bunu etmə artıq. Çünki insanlar düzgün olsa da başa düşmür və heç kim heç nədə düzəlmir. Desən də düzəlmir, deməsən də düzəlmir. Ona görə hər kəs öz dünyasında necə yaşayırsa, necə xoşbəxtdirsə, O cürdə davam kimsə edəcək təbii. qurtlarla yaşamaq istəyir ki, o yaşasın da özü üçün. Dedin insanların xasiyyəti, xarakteri dəyişmir. Bir dostumuz var, onu da dəvət edəcəm. Vərdişlər dəyişir, amma xarakter